Milli hərəkatın əsas prinsiplərindən biri demokratik yanaşma və xalq iradəsinə əsaslanan siyasi milli idarəçilik idi. Fədailər Azərbaycan şəhərlərində təhlükəsizliyə nəzarət etsələr də, Azərbaycan milli hakimiyyətinin legitimliyinin məhz Azərbaycan əhalisinin iradəsindən qaynaqlandığı xüsusi vurğulanırdı. Qurultayın əsas məqsədi xalqın siyasi tələblərini ifadə etmək və milli taleyini öz əlinə aldığını beynəlxalq aləmə göstərmək idi. Qurultay 29 Aban çərşənbə axşamı Şiro Xurşid salonunda rəsmi şəkildə açıldı. Açılış mərasimində ənənəvi ayinlar yerinə yetirildi, qurbanlar kəsildi, rəqslər və şənliklərlə böyük bir coşqu yaşandı. Sənədlər əsasən Güney Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 729 nümayəndə qurultaya qatılmışdı. Qurultaya məşhur milli qəhrəman Səttar xanın qardaşı Əzimxan sədrlik edirdi. Açılış nitqini isə Səttar xanın qızı Məsuma xanım söylədi. Qurultayın ilk qəbul etdiyi qərar 12 şəhrivər 12 maddəlik bəyanatının təsdiqi oldu. Qərar 679 nümayəndənin səsi ilə qəbul edildi. O dövrə aid Amerika Birləşmiş Ştatlarının Təbriz konsulluğunun hesabatlarında da qeyd edildiyi kimi, daha sonra Azərbaycan Əyalət Məclisinin yaradılması 650 səslə təsdiqləndi. Təşkilati mərhələ tamamlandıqdan sonra bu strukturun adı Azərbaycan Milli Məclisi kimi formalaşdırıldı. Qurultay 38 nəfərlik müəssislər məclisi yaratdı. Beləliklə, Qurultay söz vermə yolu ilə bölgədə özünü idarəçilik və milli hakimiyyətin yaradılması fikrinin Azərbaycan xalqı tərəfindən tam dəstəkləndiyini elan etdi və yaxın zamanda seçkilərin keçiriləcəyini bildirdi. 10 dey 1325 tarixində seçkilər baş tutdu və 101 nümayəndə Azərbaycan Milli Məclisinə seçildi. Bütün bu siyasi təşəbbüslərin məntiqi nəticəsi olaraq 21 Azər 1325-də Azərbaycan Milli Hökuməti quruldu. Bu, Azərbaycan Türk millətinin özünü və vətənimi öz iradəsi ilə idarə etmək arzusunun təntənəsi idi. Milli hökumət, millətin ana dili, təhsili, mədəniyyəti və sosial hüquqları uğrunda mübarizənin ən yüksək mərhələsi kimi qəbul olundu. 21 Azər hərəkatının zəfəri ilə İran mərkəzi hakimiyyətinin Azərbaycana qarşı uzun illər davam edən siyasi, iqtisadi və hərbi təzyiqi aradan qaldırıldı və Azərbaycan ilk dəfə öz torpaqlarında milli dövlətçiliyini qurmağa müvəffəq oldu. Bu dövr xalqımızın birliyinin, milli ləyaqətinin və azadlıq eşqinin rəmzi olaraq tariximizin şanlı səhifələri arasında öz əbədi yerini tutdu və 21 Azər, Azərbaycan Milli Hökumətinin quruluşu tarixə qızıl hərflərlə yazıldı. Milli Qurultay gününü mübariz tariximizin dönüş nöqtəsi olaraq qəlbimizdə yaşadırıq. Bu gün Azərbaycan millətinə mübarək olsun. Milli Qurultay gününün xatirəsini böyük ehtiram və qürurla yaşayacağıq.